Bu hadisə Şəkidə baş verib deyirlər. İki gənc var idi. Bir-birini çox sevən iki gənc. Qız varlı ailədən idi. Oğlan isə kasıb bir ustanın oğlu. Qızın atası bu sevgini eşidəndə qəti şəkildə dedi: "Bu evdən o oğlana gəlin çıxmaz." Onlara görüşmək qadağan edildi. Adlarını yanaşı çəkmək belə. Amma sevgi dayanmadı. Onlar gizlicə köhnə bir daş divarın yanında görüşürdülər. Bir gecə qaçmağa qərar verdilər. Saatı danışdılar, yeri danışdılar. Qız gecə hamı yatandan sonra evdən çıxdı. Küçə səssiz idi. Ay işığı daşlara düşürdü. O divarın yanında dayandı, gözlədi. Amma oğlan gəlmədi. Çünki həmin gün qızın atası hər şeyi öyrənmişdi. Oğlanı çağırıb hədələmişdi. Əgər bu kəndə qalsan, ailənə zərər dəyər. Oğlan seçim qarşısında qaldı. Sevgi ya ailəsi. Və o gecə kəndi tərk etdi. Heç kimə xəbər vermədən. Qız isə bunu bilmirdi. O saatlarla divarın yanında gözlədi. Səhərə qədər. Sonra bir gün, 2 gün, hər axşam. Deyirlər illərlə eyni yerdə dayanıb gözlədi. Bir gecə isə qız da yox.